Sumqayıtda görkəmli şair Səməd Vurğunun 120 illiyinə həsr olunmuş şeir müsabiqəsi keçirilib. Tədbir Sumqayıt şəhər 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü və Poeziya evi ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunub. El bilir ki, sən mənimsən adlı şeir müsabiqəsi Azərbaycan ədəbiyyatının klassik nümayəndələrindən biri olan Səməd Vurğunun anadan olmasının 120 illik yubileyinə həsr edilib. Tədbirdə təhsil müəssisələrinin şagirdləri, müəllimlər, ədəbiyyat sevərlər və poeziya həvəskarları iştirak edib. Müsabiqənin keçirilməsində əsas məqsəd məktəblilərdə klassik Azərbaycan ədəbiyyatına marağın artırılması, poeziya sevginin aşılanması və gənc istedadların üzə çıxarılması olub. Qeyd edilib ki, Səməd Vurğun Azərbaycan poeziyasının ən parlaq nümayəndələrindən biri kimi milli ədəbiyyatın inkişafına mühüm töhfələr verib. Onun vətənsevərlik ruhunda yazılmış əsərləri, xüsusilə də Azərbaycan sevgisini tərənnüm edən şeirləri bu gün də oxucular tərəfindən böyük maraqla qarşılanır. Müsabiqə çərçivəsində iştirakçılar şairin müxtəlif şeirlərini səsləndiriblər, bədii qiraət nümunələri təqdim edilib. Gənc iştirakçılar səhnədə çıxış edərək həm şeir söyləyib, həm də poeziyaya olan sevgilərini nümayiş etdiriblər. Münsiflər heyət tərəfindən iştirakçıların bədii qiraət bacarığı, səhnə mədəniyyəti və ifa tərzi qiymətləndirilib. Bildirilib ki, belə müsabiqələr gənc nəslin milli mənəvi dəyərlər ruhunda tərbiyəsinə, eyni zamanda Azərbaycan ədəbiyyatının görkəmli simalarının yaradıcılığının təbliğinə xidmət edir. Səməd Vurğunun zəngin irsi bu gün də gənclər üçün böyük bir ədəbi məktəbdir. Müsabiqənin sonunda fərqlənən iştirakçılar təşkilatçılar tərəfindən diplom və təşəkkürnamələrlə təltif edilib. Tədbir iştirakçıları belə layihələrin gələcəkdə də davam etdirilməsinin vacibliyini qeyd ediblər.